Nə üçün 40? 30 edin də, götürün edin 20, ya da 50 edin, ya da 15. Axı bu 40 hardan çıxdı? Mənim əqidəmə görə insan kültüründə 40 rəqəmi haqqında elmi şəkildə magistr və ya doktorluq traktatı yazılmalıdır. Çünki bu ədədin tarixi bəlkə də 6000 ilə çatır. Misir fironlarından da, yəni Yahudilikdən də, xristianlıqdan da və s. öncə. Axtarsan görərsən ki, həmin vaxt bir şəxs vəfat etdikdə onu yalnız 40 gündən sonra dəfn edirdilər. Axı 40 nədir? Bu 40-ın xüsusiyyəti nədir? Əhd-i qədim, əhd-i şədid. Mən hələ bu ədədin tarixinə girmək istəmirəm. 7 rəqəmi də bunun kimidir. Gəlin Qurana baxaq. Bəqərə surəsinin 51-ci ayəsində deyilir. Bir zaman biz Musa ilə 40 gecəlik vədələşdik. Siz Allah, niyə 42 yox, niyə 30 yox? Axı bu 40-ın nə mənası var? 2-ci ayə Maidə 26-dadır. Deyir o, yəni bu torpaq onlara 40 il haram oldu. Niyə 30 yox? Bu 40-lığın nə anlamı var? Bu bir sirdir. Bizim söylədiklərimiz isə təxmindən başqa bir şey deyil. Ərəf surəsinin 142-ci ayəsində oxuyuruq. Və Musa ilə 30 gecə vədə qoyduq və onu daha 10 gecə ilə tamamladıq. Beləliklə onun Rəbbinin qoyduğu vədə 40 gecə ilə sona çatdı. Deməli aydın olur ki, 40 bir şeyin tamamlanmasıdır. Sanki 40-dan öncə naqis imiş. Əhqaf 15-i oxuyuruq. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun daşıma və süddən kəsilmə müddəti 30 ay çəkir. Nəhayət o yetkinlik çağına yetişib 40 yaşa çatdıqda deyər. İnsanın ağlının kamalı nə vaxt olur? 40 yaşında. Niyə? Peyğəmbər neçə yaşında peyğəmbərliyə seçildi, hə? 40 yaşında. Niyə bundan qabaq yox? Bu 40 rəqəmi təkvini məsələdir, yoxsa etibarı? Buradan biz gərək İmam Hüseynin 40-ının sirlərini öyrənək. Yəni biz İmam Hüseynin 40-ında nəyi təkmilləşdirmək istəyirik? Görəsən ərbəyinə gedən milyonlarla insan bundan xəbərdardırmı? Bəli, bunun mənəvi təsirləri ola bilər. Bu barədə bir söz deyə bilmərəm. Lakin insanlar buna diqqətli olmalıdırlar. Əzizlər, rəvayətlərə baxsaq onların sayı olduqca çoxdur. Əl-Kafi cild 9. Məişət fəsli İmam Sadiqdən nəql olunub ki, Həzrət Əli əleyhissalam buyurub: Allah Taala Davuda belə vəhy etdi. Beytülmaldan yeməsəydin və əlinlə bir şey etsəydin, nə yaxşı bəndə olardın. Buna görə Davud 40 sabah ağladı. Allah dəmirə vəhy etdi ki, bəndəmə yumşaq ol və dəmir Davud üçün yumşaq oldu. Əl-Kafi 12-ci cild səhifə 656. İmam Sadiqdən nəql olunub ki, məst edici içki içsə, Allah onun namazını 40 gün qəbul etməz. Niyə 45 yox? Niyə 35 yox? Digər rəvayətdə deyilir ki, Əbül Həsəndən soruşuruq ki, bizə Peyğəmbərdən belə nəql olunub ki, Həzrət buyurub, kim spirtli içki içsə, Allah onun namazını 40 gün qəbul etməz. Həzrət buyurdu ki, doğru deyirlər. Soruşdum ki, axı onun namazı necə ola bilər ki, 40 sabah hesaba alınmasın? Niyə nə bundan az deyil, nə də çox deyil? Yəni, niyə məhz 40? Baxın, imam necə namaz məsələsini təkvin məsələsi ilə əlaqələndirir. Allah insanın yaradılışını təqdir etdi, yəni müəyyənləşdirdi. Sonra onu 40 gün boyunca nütfə formasına saldı. Sonra onu çevirib 40 gün boyunca laxtalanmış qan formasına saldı. Sonra onu çevirib 40 gün boyunca ət parçası halına saldı. Məsələci içki içdikdə də 40 gün onun iliyində qalır. Yəni təkvini məsələdir. Heç sənədə də ehtiyac yoxdur, çünki bunun kökü Quranda sabitdir. 40 gün məsələsi Quranda da mövcuddur. Deyərsiniz ki, Seyid axı sən özün demirsən ki, əvvəlcə Quranla tutuşdurun. Mən də elə birinci Quranda baxdım, sonra rəvayətlərə keçdim. Şeyx Səduq Kəmalüddin kitabında nəql edib. Qabil Habili öldürdükdən sonra Adəmin yanına gəldi. Adəm ondan soruşdu ki, ey Qabil, Habil hardadır? Qabil dedi ki, mən nə bilim, sən ki mən onun üzərində nəzarətçi qoymamısan. Adəm getdi və Habili ölmüş halda tapdı. Sonra deyilir ki, Adəm Habilə 40 gecə ağladı. Şeyx Səduq Uyunu Əxbar-ı Rıza. Bu rəvayət məşhurdur və 40-a aid yüzlərlə kitablar yazılmışdır. Ümmətim arasından kim 40 hədis hifz edərsə və ya kim 40 sübh Allah üçün ixlaslı olarsa, deyilir kim Allah üçün 40 sabah ixlaslı olarsa, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar. İndi biz bu şüar və əlaməti isbat etmək istəyirik. İndi fərz edin ki, xüsusi bir dəlil yoxdur. Rəvayətlər, Ərbəyin ziyarəti, tutalım bir nəfər gəlib deyir ki, mənə bu sabit olmayıb. Necə ki, bəziləri də belə deyib. Yaxud Cabirin gəlməsi də sabit olmayıb. İndi bu təsir edər yoxsa yox? Edə bilməz. Çünki ikinci yolda mövcuddur, üçüncü yolda mövcuddur, əzizlər. O ki, bizim tərəfimizdən yayıb paylaşırlar ki, Seyid Ərbəyin ziyarəti, imamın 40-ında İmam Hüseyni ziyarət etmək barədə şəkkə düşüb, bu sözü deyən adamlar ya xəstədirlər, ya da nadan. Mən bu məsələyə gətirib çıxaran yollardan biri barəsində danışmışam. Məsələnin əsası ilə nə işim var? Mən demişəm ki, ola bilər bir nəfər iddia etsin ki, bu rəvayətlərin sənədi zəifdir. Mürsəldir, nə bilim, ümumiyyətlə heç əsli əsası yoxdur. Ola bilər ki, kimsə Cabirin imamın 40-ında Kərbəlaya gəlməsinə şəkk edir. Ola bilər kimsə əsirlərin Diməşqdən imamın 40-ında Kərbəlaya gəlməsinə şəkk edirlər. Ola bilər də şəkk etsin, amma bu məsələnin əsasına təsir edir yoxsa yox? Yox, çünki bu məsələyə gətirib çıxaran bir neçə yol var. Bu dəlildə şəkkdir, müddiada şəkk deyil ki. Mən etiqad bəsləyirəm ki, İmam Hüseynin məsələsi ümumi şəkildə, Hüseyni şüarlar xüsusi şəkildə, Ərbəyin şüarı daha xüsusi şəkildə. Onun elə informasiya və ipuçları var ki, onun nəinki çoxu, hətta əksəriyyəti bizim bu günümüzə qədər kəşf olunmayıb.